Salam, hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizi. 4-cü sinif monitorinq imtahanına hazırlaşan şagirdlər üçün ödənişsiz mini sınağımızı təqdim edirik. Bu sınaqlar hər həftə sizlər üçün ödənişsiz formada həm izahlar, həm də PDF formasında riyaziyyatdan və Azərbaycan dilində paylaşılır. Əgər bütün sınaqlardan yararlanmaq istəyirsinizsə 077 752 28 93 WhatsApp nömrəsinə yaza bilərsiniz. Həmçinin bizim monitorinq test toplumuzu və saytımızı əldə edərək siz də nəticənizi, imtahan nəticənizi artıra bilərsiniz. Düzbucaqlı formalı bir kağızı tən ortadan qatlayaraq tərəfləri 6 sm olan bir kvadrat alınır. Deməli biz bu düzbucaqla belə bir düzbucağımız var. Bunu tən ortadan qatlayanda tərəfləri 6 olan, bax bütün tərəfləri 6 olan kvadratlar alınır. Düzdürmü? Bu kvadratların tərəfləri 6-dır. Bunu bildik. Deyir ilkin düzbucaqlı kağızın perimetri neçə santimetr idi? Yəni buradan başa düşürük ki, ilkin düzbucaqlının eni 6 idi, uzunluğu 12 idi. 6 ilə 12-ni toplayıram 18, vururam 2-yə ki perimetrini tapım. 18-i 2-yə vuranda 36. C variantı bizim cavabımızdır. 12-ci sual. Sahəsi 64 olan kvadratın daxilinə çəkilmiş. Deməli, sahəsi 64 isə bu kvadratın tərəfi 8-dir. 8-i 8-ə vuranda 64 edir. Bunun daxilinə çəkilmiş dairənin mərkəzindən tərəfə qədər olan məsafə neçə santimetrdir? Yəni, bu çevrənin radiusunu soruşur bizdən. Əgər kvadratın tərəfi 8-dirsə, bunun mərkəzindən bu xəttə qədər olan məsafə, yəni radius 8-in yarısıdır. 4 santimetrdir. B bizim doğru cavabımızdır. 13. Aşağıdakı bərabərliyin doğru olması üçün boş xanaya hansı ədəd yazılmalıdır? Deməli, biz burada cavabı metrlə istəyir bizdən. Gəlin, hər şeyi metrə çevirək. 5 kilometrimiz 5000 metr. Çıxılsın 1250 metr. Üstə gəlinsin, bunu da 100-ə böləcəm. 150 metr. Hər şeyi metrə çevirdim. 1250-nin üzərinə gələcəm 150-ni. 0, 0 yazda 1 yadda 3, 4, 1, 1400 və 5000-dən çıxacam 1400-ü. 5000-dən 1400-ü çıxaq, 5000 çıxılsın 1400 bərabərdir 0, 0, 6, 4-dən də 1 çıxanda 3. 360 bizim cavabımızdır. 14. Bir qarpızın kütləsinin yarısı 3 kiloqram olarsa. Deməli, yarısı 3 kiloqramdırsa özü neçə kiloqramdır? 6 kiloqramdır. 2 belə qarpızın kütləsi nə qədərdir? Yarısı 3-dürsə bütövi 6-dır. 2 dənə bütöv olduğuna görə 12 kiloqram cavabımızdır. 15. Hər biri 250 qram olan 12 paket un və hər biri 500 qram olan 6 paket şəkər tozunun ümumi kütləsi neçə kiloqramdır? 250 qramı vuracam 12-yə. Çünki 12 dənədir. Bu da nə qədər eləyəcək? Deməli, 25-i 12-yə vuraq. 25 vurulsun 12. 0 yazda 1 yadda 4, 5, 5, 2. 0, 0 yazda 1 yadda 3 və 3. 3000. Arxasına bir dənə də 0 yazdı. Çünki 250-dir bu. 3000 qram budur. 500-ü də vuracam 6-ya. 3000 qram da bu olacaq. Və 3000 ikisi birlikdə 6000 qram eləyir. Bizdən də cavabı kiloqramdan istəyirsə 6 kiloqram. Çünki 1 kiloqram 1000 qramdır. 1000-ə böldüm və cavabı aldım. Perimetri 20 cm olan bir düzbucağlının tərəfləri tam ədədlərdir. Bu düzbucağlının sahəsi ən çox neçə kvadrat santimetr ola bilər? Baxın, bunları bir-birinə vuranda eni vurulsun uzunluğu tam ədədlər deyəndə, yəni burada natural ədədlər kimi nəzərdə tutulub, natural. Yəni tam nə o demək ki, qalıqsız, yəni onluq kəsir, kəsirlə də deyil, tamdır. O mənada verilir. Birdən sizi çaşdırar bu. Bunu kəsirlə ədəd kimi düşünməyin. Deməli, eni uzunluğun toplayıb 2-yə vuranda 20 almalıdır. Deməli, eni üstə gəl uzunluğu bərabər 20-ni 2-yə bölürəm 10. Yəni, enlə uzunluğun cəmi 10-dur. Yəni, bizə lazım ki, sahəsi ən çox neçə ola bilər? Baxın, eni 1 olsa uzunluğu 9 olacaq. Eni 2 olsa uzunluğu 8 olacaq. 3 olsa deməli 7 olacaq, 4 olsa 6 olacaq, 5 olsa 5 olacaq. Yəni, bu kvadratın sahəsi ən çox neçə ola bilər? Bu düzbucağın sahəsi ən çox neçə kvadrat santimetr ola bilər? Biz əslində burada 5 vurulsun 5, 25 versiyasını götürməliyik. Burada cavab 25 santimetrin kvadratı olmalıdır. Niyə? Çünki kvadrat həm də düzbucaqlıdır. Burada rəqəmdə 24 yazılıb. Yəni, bu 6 vur 4-ü nəzərə alıblar, amma deyil. 5 vurulsun 5, 25 santimetrin kvadratı olmalıdır. Niyə? Çünki kvadrat həm də düzbucaqlıdır. Kvadrat həm də düzbucaqlı olduğuna görə mən 5 vur 5-i kvadrat kimi də düşünürəm və onun həm də düzbucaqlı olduğunu təsdiqləyirəm. Yəni burada 5 vur 5 25-dir.
17. Bir su çəni hər gün içindəki suyun yarısı qədər doldurulur. 4-cü günün sonunda çəndə 54 litr su varsa, 1-ci günün başında çəndə 16 litr su olubsa, 2-ci və 3-cü günlərdə çənə cəmi neçə litr su əlavə edilib? Deməli, 1-ci gün, 2-ci gün, 3-cü gün və 4-cü gün. 4-cü günün sonunda çəndə 54 litr su var. Əla. Bir su çəni hər gün içindəki suyun yarısı qədər doldurulur. Deməli, 1-ci gün, baxın 1-ci gün, deyir ki, 16 litr su olub. 1-ci gün 16 olub. 2-ci gün 1-cinin yarısı qədər də əlavə olunub. Yəni 16 üstə gəl 8. Yəni 2-ci gün 24 litr olub. 3-cü gündə 24 üstə gəl 12. 24 və 24-ün yarısı. 24 üstə gəl 12 36-dır. 3-cü gündə görə bilərsiniz 36 üstə gəlsin 18 bərabər 54-ü alıblar. 2-ci və 3-cü günlərdə çənə cəmi neçə litr su əlavə olunub? 2-ci gün 8 litr əlavə olunub. 3-cü gün 12 litr əlavə olunub. Cəmi 20 litr əlavə olunub. Cavab oldu 20. 18. Bir vedrə su ilə doludur. Hər dəfə vedrədəki suyun yarısını boşaldıb, yerinə 2 litr su əlavə edilir. Bu əməliyyat 2 dəfə təkrarlandıqdan sonra vedrədə 10 litr su qaldı. Deməli, birinci əməliyyat və ikinci əməliyyat. Deməli, əməliyyat nədir? Vedrədəki suyun yarısı boşaldılır və yerinə 2 litr su əlavə olunur. İndi məntiq budur. Sonuncuya baxaq. Sonuncuda su nə qədər idi bilmirəm. Bunun yarısını boşaldıblar. Üzərinə 2 litr əlavə ediblər və 10 litr su qalıb. Mən də ondan 2-ni çıxıram. Eləyir 8. 8-i 2-yə vururam 16. Sən demə sonuncu ikinci cəhdə 16 litr su var imiş. Bunun yarısını boşaldıblar 8 qalıb və üzərinə 2 litr gəliblər 10 qalıb. Bu 16 da özündən əvvəlki gündə eyni şey baş verir. Əvvəlki suyu 2-yə bölüb üzərinə 2 gəliblər 16 eləyib. 16-dan 2 çıxacam 14. 14-ü 2-yə vuracam 28. Yəni ilk gün 28 litr su var imiş. Baxırıq 19-cu sualımıza. Eyni ölçülü 4 ədəd kvadratı yan-yana düzərək bir düzbucaqlı düzəldiblər. Alınan bu düzbucaqlının perimetri 50 cm-dir. Baxın, birinci kvadrat, ikinci, üçüncü və dördüncü. Bunun tərəflərinə məsələn biz A desək, bura olur 4A. Çünki 4 dənə kvadratdır. Perimetri 50-dir. Yəni A ilə 4A-nı toplayıb 2-yə vursam 50 eləyəcəkdir. Bu bütöv bir düzbucaqlıdır. Bu da eləyir 5A bərabərdir. 50-ni 2-yə böldüm 25. A bərabərdir 5-ə. Eni 5-dir, uzunluğu 4 vur 5, yəni 20-dir. Sahəsini soruşur, 5-i 20-yə vuracağıq. 100 kvadrat santimetr bunun sahəsidir. 20-ci sualımıza keçirik. Bir daha deyirik. Ödənişli sınaqlarımızdan, dərslərimizdən yararlanmaq istəyirsinizsə 077 752 28 93 WhatsApp nömrəsinə yazmağı unutmayın. Və bizim monitoring test toplumumuzda əldə edə bilərsiniz. Həm riyaziyyat, həm Azərbaycandan bütün imtahan sual tipləri içərisində öz əksini tapmışdır. Bir yeşik almanın kütləsi bir yeşik armudun kütləsindən 4 kiloqram çoxdur. Deməli, alma armuddan 4 kiloqram çoxdur. Alma çoxdur, armud azdır. 3 yeşik alma və 5 yeşik armudun ümumi kütləsi 92-dir. Gəlin belə yazaq. Alma yazaq, bir də armud yazaq. Armud. Armud x olanda alma x üstə gəl 4 olur. Çünki bir yeşik alma 4 kiloqram çoxdur. 3 yeşik alma, yəni 3 vurulsun x üstə gəl 4. Bir də 5 yeşik armud, 5 vurulsun x. Cəmi 92 kiloqramdır. 3-ü x-a 3x, 3-ü 4-ə 12, 5-i x-a 5x bərabər 92. 3x-lə 5x-in cəmi 8x, 92-dən 12-ni çıxdım 80, x bərabər 80-i 8-ə böldüm 10. Bizdən bir yeşik armud neçə kiloqram soruşur? Armud 10, alma 10 üstə gəl 4, yəni 14. Armudu soruşur deyə 10-a bərabər. Videomuzu bəyənin, paylaşın və hansı mövzudan izahlar gəlmək istəyirsə rəy bölməsinə qeyd etməyi unutmayın. Sağ olun, növbəti videoda görüşərik. Hələlik.